Herkese salam, mən Jakras. Bugün kupa kazacağıq Havan madenci dəstəsi ilə. Düzdür, dəstə tam olaraq belə deyil, özüm biraz əl gəzdirmişəm, amma yenə də iş görür. Keçək oyunlara. Deməli, qabağımıza Mitso gəldi. Yəqin ki, türkdür deyə düşünürəm. Arxadan Goblin yıxıcı ilə başlayaq. Adamın atıcısı var, ümid edirəm ki, balon dondurma oynamır. Hələ ki ata biləcəyimiz belə də bir kart yoxdur. Havanı defansif tikməyə məcburam, çünki biraz əlimiz ilişib qalıb. Mezarlıq. Əslində bu dəstədə bir dənə zəif tərəfi dəstənin bir dənə zəif tərəfi var. O da ki, havaya sadəcə bir dənə yarasan olmağıdır. Yəni düzdür, ildırımdır və oxlar var. Adam zəhərini atdı, kulübəsi yəqin ki yıxılacaq. Əla və iksir işlətməyi çox bizə xeyir verdi. Kulədə də bu arada başqa bir kart atmasın deyə ora skeletlər attım. Biraz qabağa gələndən sonra Valçurla kəsəcəyik onu. Bura bir dənə madenci. So. Qəşəng hasar çıxartdıq. Adamın səhvi zəhər plus kasırqa eləməyi idi Goblin yıxıcıya. Deməli, bunu da atsaq yəqin ki zəhər atacaq havana, amma atıcı. Atıcı elə çox qəşəng də savunacaq. Amma ki havana vurmasın deyə skeletlər atıram ortadan. So. Valçur. Qırıl. Havan bir dənə vuruş. Super. Deməli, yenə Goblin yıxıcı. Yəqin ki, yavrajlar atar. Yavrajlar atsaydı əslində ildırımla həm bunu, həm yavrajları vura bilərdik deyəcəkdim də. Əla. Bunu atacaq kulübəsin əslində atmağı bir tərəfdən ona xeyir oldu. Yenə də Valçurla havanı qoruyaq. Çatdırmadıq, amma olsun. Sağ tərəfə madenci plus skeletlər. Ortadan defansif havan atmağa məcburam əslində. Valçur bəlkə. Bu arada adamın vəziyyəti deyərdim yaxşıdır. Olsun, yenə də daha pis senaryo ola bilərdi. Mən əslində biraz orada qərarsız qaldım, ona görə o qədər hasar yedim. Goblin yıxıcı sol tərəfə. Hafisa. Yəqin ki bura zəhər atar deyə yarasalar atmıram, yoxsa yarasa atardım. Amma zəhərə görə bir kart ata bilmədim. Valçur da bir dənə skeletə vursaydı ən azından bir də hasar yeməzdik. Tamam, pis. Bura bir kart ata bilər deyə ildırım. Ən azından atıcı ölsəydi bir dənə havan vuruşu çıxarda bilərdik, olsun. Elə də belə də əslində gözəl hasar vermişik. Əslində kulədə saxlamaq istəyirdim də imkan olmadı. Axırda biraz əslində fail oynadıq. Ona rəğmən oyunu ala bildik. Növbəti oyuna keçək. Amma belə baxanda hal-hazırda 1000 kupa falan qalıb 15 olmağımıza. Deməli, madenci ilə yenə başlayaq. Skeletlərlə bəlkə dəstəkləyə bilərdim, amma o da bir iksir də heyfdir deyə onun üçün eləmədim.
Yenə havandan çıxırıq, çünki Goblin yıkıcı buradadır. Ən azından dəstəkləyir. Başqa kart atsaydı yarasa atardım, amma ki məncə atan deyil. Aha. Çarpma, qəti atma. Aha, vəsə. Düzdür, havan deyirəm. Binici bir iki dənə vuracaq. Adamın iksiri hal-hazırda əslində yaman gündədir. Amma çox da belə böyük baskı eləyə biləcəyimiz kart yoxdur deyə. Biraz əlimiz ilişib. Adam yəqin ki yenə mini pekka bəlkə ata bilər. Yarasalar. Havan sağ qalacaq. Əla. Mən həmişə deyirəm ki, Ligin oyunları ilə kupanın oyunları dəhşət fərqlidir. Yəni 13-14 min kupa olmağına rəğmən yenə də rəqiblərə fikir versəz çox belə dəxlisiz səhvlər eləyirlər. Düzdür, arada mən də eləyirəm, amma məndə bəzən qararsızlıqdır, bəzən tələsməkdir, ona görə olur. Bura bir ildırım ata bilərik əslində. İndi mini pekka atar yəqin. Mini pekka. Deməli. Ortaya buradan çəkək. Oxları bura atmalıyıq. Prosta heyif. Bu arada əslində elə düşünməmişdim. Ona rəğmən. Oxlar çox qəşəng oldu. Vəsə, kuləni aldıq. Normalda əslində yarasanın əvvəl yerinə buz ruhu işlədirdim burada. Sonradan gördüm ki, havaya dəhşət zəifdir dəstə. Ona görə yarasa işlətmək qərarına gəldim. Bu arada Valkürü havanı özüm ortadan atdım ki, binici gəlsin və binici ölsün. Çivsə. Bu oyunu da utduq. Burada bir dənə failimiz oldu da Mega Şövalyenin əslində çəkmək idi biraz da. Yəni çox da böyük fail deyildi. Yəni sadəcə olaraq ana kuləni aça bilmədik. Amma ona rəğmən savunmuşduq. Bir-iki havan binici vuruş almışdıq. Deməli, kulesinə topçudur deyə buradan yarasa, buradan skelet atıram. Düzdür, içi qısırlı bir yüngül var atakda olsun. Bir dənə vuruş, əla. Adam iki tərəfi də əslində savunmadı. Ara yerdə bir dənə bunun özəlliyini doldurmağı daha üstün gördü. Madençisin görməzdən gələ bilərik. Dibinə bir dənə kart atsaydı əslində ildırım atardım. Amma ki, inanmıram atsın. Dəstəni çevirmək üçün əks tərəfə yarasalar. Sonra skeletlər. Sonra Goblin yıkıcı bu tərəfə. Yəqin arxasından çetədən falan atar deyə düşünürəm. Amma əgər maden Valkürü yaddan çıxartmayıbsa, bir də özəlliyi dəhşət agresiv işlədir. Özəlliyi 2x'dir. Yəni bu boyda aqressiyaya ehtiyac yoxdur. Əks tərəfdən havan atdıq. Top arabasının olmağı əslində biraz bizim işlərimizi pozur. Çünki top arabası havanın qəşəng antilərdən biridir. Bu təzə oxlara hələ təzə dediyim əvvəl bunun alanı daha böyük idi. O vaxtdan bu vaxta hələ də oxlara əlim alışmayıb deyə bilərəm. Ən azından bir dənə skelet vuruşu çıxardacağıq sol tərəfdən. Oxları düz atsaydım havanda bir dənə falan vurardı yəqin ki. Yox. Miner'dan təzdən kuleyə tak vuraq. Yenə dibinə kart atmaq ümidi ilə gözləyirəm, amma inanmıram. Havanı yenə defansif tikirik. Defansif tikməyimiz əslində yaxşı oldu. İldırım fürsəti də verib bizə. Tez ol. Super. Valkür.
Yəqin ki, özelliği atar. Eynən. Adam özelliği ilə oynamağı çox xoşlayır. Havan top arabasına vursun bir iki dənə. Oradan yarasalardan bu dəfə savunmaq qərarına gəldi. Skeletlərlə bunu qoruyaq. Bizim yenə Goblin yıkıcı ilə sol tərəfə. Yıldırım pozisiyası. İndi yəqin ki, cadı ata bilər. Biraz qabağa gəlib özelliği basmaq istəyəcək. Ona görə mən arkaya çəkdim ki, özellikdən çıxan skeletlər kuledə çıxmasın. Amma yenə də adam biraz səhv oynayır. Qabaqdan top arabası ata bilər deyə duvar yıkıcı. Goblin yıkıcı. Yıldırım. Çox kuledədir. Əla. İzlədiyiniz üçün təşəkkürlər. 15.000 kupada görüşərik.